Salamlar. Yeni bir videomuz var. Mənə hədiyyə gəlib Rusiyanın Saratov şəhərindən. İndi onu birlikdə açaq. Başlayaq. Görək burada nə var. Belə bir hamam üçün duz var. Qoxusu mükəmməldir, mükəmməl. Tək kəlmə ilə. Çox gözəl qoxusu var. Belə bir peçenyemiz var. Yenə belə bir peçenyemiz var. Ben sevirəm belə peçenyələrin dadını. Belə bir hədiyyə var. Bu hədiyyə mənə çox yaxın göndərib. Bu yəqin ki mamam üçündür. Belə bir broşdur və belə bir şarf. Bunu da sizə göstərim. Çox gözəldir. Baxaq sonra burada yenə nə var? Belə bir paketimiz var. Bunun içerisinde var şampun, beden losyonu ve duş geli. Bu aslında içerisinde bir kutu kim var idi. O içerisinde düz yanmıştı. Sadece onun kleyi çok pis olduğuna göre ben onu çıxartmağa məcbur oldum. Ve özünde belə bir kutusu var. Çok güzeldi həqiqətən də. Şampunlar bittikdən sonra da makyaj kutusu kimi istifadə etmiyorlar. Makyaj qabı kimi. Ve içerisinde belə bir pijama dəstimiz var. Sizə bunu göstəreyim. İçerisinde de belə bir hədiyyə var. Belə bir broşdur. Belə bir broşumuz var. Və belə bir dəstimiz var. Bu da istəyirəm sizə göstəreyim. Böyle dəstimizə nələr daxildir. Mən onu çox bəyəndim ki, demək belə bir saç yığmaq üçün rezin, belə bir göz bandı, belə bir mayka və hətta göz bandı ilə rezini qoymaq üçün belə bir paket var. Belə bir necə deyirlər, torba kimi. İçərisində əlavə olaraq var bir ədəd şortik, bir adet şalvar. Şalvarın uzunluğu kifayət qədər uzundur və belə bir köynək. Hədiyyələrim bu qədər. Məni izlədiyiniz üçün təşəkkür edirəm.